Selamlar, mən Xəyal. Bu gün Grand Theft Auto oynayacağam. Amma ekstrem modu oynamayacağım. Bu dəfə istəyirəm sıfırdan başlayayım. Əslində ekstrem modu bitirmişəm. Yəni bitirdim bu yaxınlarda, amma videoda deyil idim deyə göstərə bilmədim. Nəysə, sıfırdan Practice-dan başlayıb easy, normal, hard hamısını bir-bir bitirib yəni videoda bitirəcəm yəni. Darker modu da qoşuram. Practice Darker'da olsun. Zaten yani hiçbiri olmayacak. Grand ile Grand var. Neyse başladık. Hamısı açıqdır gördüyünüz kimi. Nə qədər müddətə bitirəcəyimi bilmirəm. Yəni onu görmək üçün elə videoda özünüz görəcəksiniz nə qədər. Yəni ən qısa müddətdə elə bir speedrun edəcəm. Bildiyiniz speedrun. Açılsın. Tam olarak speedrun. 1 dəqiqə keçdi gördüyünüz kimi videodan. İndi buraya niyə gəldik? Bura baxaq. Zaten ikisi də yoxdur. Grand var. Speedrun. Təyyarədən qaçaq da. Təyyarədən qaçmıyor görürsən. Mən daha bir parçasını tapdım deyə. Neyse təyyarədən qaçıram. Təyyarənin speedrun biraz uzun olacaq elə. Uzun olsun istəyirəm. Məndə qısa olmasın video. Padlock key lazım deyil təyyarəyə. İki parçanı tapmışıq. Buradan nə çıxacaq? Gazolini yox. Okey. Aha, buradan da çıxdı bomba kimi. Kestik, tamam. Bunu da tap bura. Orada lazım ola bilər. Bunu da bura tap. Gələk bura. Buralardan bir şey çıxmadı. Desin. Lazımlıdır. Aha, bomba kimi. Bura baxmaq aslında neyse. Maksimum dərəcədə sürətli oluram. Hər yerdə baxıram. Bot şey lazım deyil. Gələk bura tez suyu boşaldıq. Şəkil parçası da burada deyəkin ki. Yoxdur. Şəkil parçası yoxdur. Burada da onda. Ay. Xoş olmadı dedi. Vaxt etdi sadəcə. Yəni o cəhətdən xoş olmadı. 5 saniyə getdi burada. Yani gözləmirdim yəni oradan oraya. Gələ qapını açardım oradan. Heyf. Zaten ekstra kilidlər gərək açaq. Bıratak buradan ekstra. Aha buradan şəkil çıxdı. Bura baxmamışıq. Deyirəm bax. Aha burada bu var. Bunu bir daha ora ataq. Bunları sonra içəriyə daşıyarıq. Helikopter key yoxdur. Gazolini kan yoxdur. Yəni benzin. Bildiyimiz. Bundan şey bıraq yəni. Bunların uşaqlarını bıraq. Gəl. Bunu bıraktıq. Qapının qabağına dursun. Safe key götürək. Safe key. Zaten bura gələcəkdi. Safe key. Buraya içəriyə tərəf atdım. Bura məcbur gələcək çünki ekstra kilidlər açanda ora gəlməliyik. Bura yaxınlaşdı. Tamam. İndi biz oradan bilirəm ki buradadır. Burada nəsə var? 100% nəsə var? Burada. Ya orada ya da burada nəsə olur bu hissədə.
Okey, süper. Ora bakmıştık zaten, getməyəcəm. Bunların o hörümçəyi bizi dişləməsəydi, aslında orada 5 saniyə itirdik. O vaxtda da biraz ekran döndü. Speedrun tez. Götürüb. Aha, special key də oradadır. Gazoline. Bunu götürdük. Zaten bunların ikisini de oraya daşımalıyıq deyə. Bunu götürüb bura atıram. Sonra special key'i də götürdüyümü rahatıq. Demək olar ki, kasmış kimi bir şey yani, ama deyil. Bu da var. Helikopter key'i də aparaq, sonra special key'i götürək. Ondan sonra kasmış kimi bir şey olacaq. Yani yəqin ki 1 dəqiqəyə də yerlərinə qoyacağım. Yani hər şey hazırdır. Sadəcə silahı da götürməliyik. Silahı da götürməliyik. Çünki orada vuruş eləməliyik axı. Makas lazım değil ama. Makası qırağa atacağım, qarışmaz. Ekran kasırıcı. Bitirəcəm deyə. Ona görə belə olur, bilirəm. Makası qırağa ataq, lazım değil zaten. Oralıq bir işimiz yoxdur. Special key hardaydı? Ha, buradaydı. Bir anlıq unuttum. Götürdük, söp. Yani bitirdik. Oyunu bitirdik əslində. 7 dəqiqə qapıya çatana kimi 8 dəqiqə olacaq. O 1 dəqiqəsi zaten videonu çəkəndə danışdım deyil. Ha, buranı açdıq. İndi. Zaten içəri atmamıza ehtiyac yoxdur. Daşıyaq. Çıx. Çıxır. Aha. Bunları bura atırıq. Gazoline. Şaşının parçalarını aparıp bir koyacağım. Burada elə bir buradan baxın. Ha, silah çıx. Ya silaha ehtiyac yoxdur. Yani zaten ona daha çox vaxt gedəcək. Nəinki biz burada əlimizdə silahla istifadə edib hədəfi vuracaq. İndi görəsiniz birazdan. Videoda 10 dəqiqə olacaq. Böyük ehtimal. Gedişini elə görsənir. Fuse'u götürmədik biz elə bil. Ya da o dağıranı parası getdi. Çünki o biraz şeydi deyə. Fırlanı arası gedib. Taparaq indi. Fuse hardasan? Üçüncüdəymiş. Yox. Ama bura kadar gəlib. Gördüğünüz için bura kimi gəlib yani. Biraz fırlanırdı ya bu. Bilirdim zaten böyle olacağını, arası gideceğini. Kapını açaq. Fuse'u bıraktıq. İndi silahı bir dənə götürməliyəm. 11 dəqiqə çəkəcək video. Biz bura düşməliyik. Bəlkə də 12 dəqiqə oldu indi. Practice mode. Practice modu 12 dəqiqə bitirəcək. 11 dəqiqəsində video
Başlayanda 1 dəqiqə yetmişdi. Ayda. Bu kadar da şanssız olmaz da yani. Gel. Gel. Hı -hı. Çok da resmi. Tahmin yekdə. Vəziyyətdən istifadə. Tələsdik deyə onu eləməliydik. O risk almalıydıq. İndi gələk buraya. Buranı açdıq. Bunu götürdük. Birinci benzin dolduracağım. Olsun. Benzin gitti. Sonra bant. Bant da buraya yapıştırdık. Sonra gəlirik. Helikopteri keydə götürürük və 11 dəqiqə 30 saniyədə videonu bitiririk. 1 dəqiqə zaten videonun başında getdi deyə 10 dəqiqə 30 saniyə practice mode bitirdik. İzlediğiniz için teşekkür edirəm. Bir sonraki modlarda da devam edəcəm. Easy dediyim kimi, normal və hardda. Sağ olun, salamat qalın. Videomu bəyənib abunə olmağı da unutmayın. Oldu.